Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Allah Teala bizler ilim öğrenmeyde müvaffak eylesin. Biz geçen mövzumuzda toxumuşduq qəlbi məsələlər, qəlbin islahı. Yəni qəlbin islahı zahiri əməllərdən daha çox önəm verilməlidir. Qəlbin islahı, yəni qəlbin təmiz olması, qəlbin pak olması. Toxunmuşduq bir çox məsələlərə. Onu dinləməyənlər həmən dərsi YouTube'dan dinləyə bilərlər. Orada qəlbin vəsiflərindən danışmışdıq. Hansı kör, Allah da Quran-Kərimdə adlanır. Yəni kör qəlb adlandırır və yaxud da qəlblər möhürlənmiş qəlb adlandırır. Ona görə də baxın. Deyək ki, elm insana 3 qapıdan daxil olur. Elm, qulaq, göz və qəlbin qapısına insana daxil olur. Qulaq, əs-səmi, eşitmə yolu ilə. Əl-basar, ayələri, yəni kainatda Allahın yaratdıqlarına baxmaq, ibrət almaq. İnsanda Allah'a qarşı bilik yaradır. Bir də qəlb, qəlb dərk etməsi, anlayış, iman və hikmətin mərkəzidir. Eşidilən və görülən hər şeyin mənası İnsanın qəlbində yerləşir. Amma bəzi insanlar var ki, bu nemətdən məhrumdur. Misal üçün, kafirlər haqqı eşitmirlər. Haqqı eşitsələr də haqq qəbul etmirlər. Kör, yəni qəlbləri kördür, görmürlər. Qəlb yolu bağlıdır, dərk anlayış edə bilmirlər. Allahın ucalığını, varlığını, böyüklüyünü və s. Onun ki, Quran'da nə bura alta Quran-Kərimdə? Ləhum qulubun la yefqahuna biha ve lehum a'yunun la yubsiruna biha ve lehum azanun la yesma'una biha. Əraf surası 179. ayə. Onların qəlbləri var, amma anlamazlar. Gözləri var, amma görməzlər. Qulaqları var, amma eşitməzlər. Yəni haqqı eşidir, təsirlənmir. Subhanallah. La ilahe illallah. Yəni Allah Teala buyuruyor: "Vece'an lehum sem'an ve absaran ve af'ida. Fema aghna anhum sem'uhum ve la absaruhum ve la af'idatuhum min şey iz kanu yechaduna bi ayatillah." Biz onlara eşitmeyi, görmeyi, qəlb, anlayış verdik, lakin onlar bunlardan hiçbir fayda görmediler. Çünkü Allah'ın ayələrini inkar ettiler. Allah'ın bu kadar ucalığına delalet eden semalar, dağlar, denizler, okyanlar, milyardlarca ulduzlar, milyonlarca planetler, bunları görürlər, amma ibrət ala bilmirlər. Niyə? Qəlbləri bağlıdır, qəlbləri kördür. Subhanallah. Ona görə hidayət və zəlalətə düşmə hamısı Allahın əlindədir. Eğer Allah bir bəndəyə hidayət istəsə, onun qəlbini, qulağını və gözünü açar. Eğer zəlalət istəsə, onun qulağını kar, gözünü kör, qəlbini lal edər. Sonra altına buyurur, əl-gışəvə. Yəni, onların da gözlərində örtüyü var, qəlblərində örtüyü var. Subhanallah. Haqqı görə bilmirlər. Eğer Allah Teala düzgün kuluna düzgün yol gösterse, o zaman o faydalanacaq. Subhanallah. Ona görə də Allah Teala bəzi insanları uzaqlaşdırıb, qəlbin döndərilməsi, qəlbi dönüb, haqqa qarşı yönü dəyişib. Quran-Kərimi oxuyur, amma görsə anlaya bilmir. Quran-Kərimi oxuyur, Allah Teala Peyğəmbərimiz və onun sahabələrini tərifləyir. Bu isə sahabələrə qarşı nifrət edir, söyür və s. Allah Teala Ayşə anamız haqqında deyir ki, o pak qadındır deyir. Bəzilər gəlir, iftira atır. Çünki qəlbləri kördür. Qəlbləri dəyişdirilib. Subhanallah. Ne zaman bir sure indirilsə, onlardan bəziləri bir-birinə baxıb və deyərlər: sizi kimsə görürmü? Sonra dönüb gedərlər. Allah da onların qəlblərini döndərdi. Çünki onlar anlamayan bir qövmüdür. Tövbə surəsi 127. ayə. La ilahe illallah. Allah Teala buyurur ki, bəzi insanlar Qurandan üz döndərdilər. Və bunun nəticəsində Allah da onların qəlblərini Qurandan döndərdi. Subhanallah. Yəni Quranı anlamaq, dərk etmək qabiliyyətindən məhrum oldular.
Bu insan üçün ən zərərli şeydir. Çünki qəlbləri artıq Quranı düşünməyə və anlamaya yararsız hala gəlib. Səbəblər nədir? Günahlar. Ona görə insan daim deməlidir ki, Allahım, mənim qəlbimi islah eylə. Qəlbimi islah eylə deyə hər zaman Allah Taalaya dua eləməlidir insan, subhanallah. Dua eləməsə, qəlbi islah olmasa nə fayda götürəcək? Heç bir şey. Ona görə də düzgün anlama, hüsnül fəhm, düzgün niyyət, məqsəd bu çox önəmlidir. Amma bəzi insanlar nə anlamaya malikdirlər, nə də niyyətləri xeyirlidir. La ilahe illallah. Sonra gəlir əz-zeyğ. Qəlbin xüsusiyyətlərindən biri də haqdan əyilməsi, haqdan dönməsi. Zeyğ deyir. Onlar haqdan döndükdə Allah da onların qəlblərini döndərdi. Saf surəsi 5-ci ayə. Subhanallah. Ona görə mömin qullar barəsində isə Allah Teala belə bildirir. Baxın. Ey Rəbbimiz, bizi hidayətə çatdırdıqdan sonra qəlblərimizi azdırma. Əl-İmran surəsi 8-ci ayə. La ilahe illallah. Zeyğ sözünün əsli meyl etmək deməkdir. Meyl. Məsələn, zəğətü şəms, günəş əyildi mənasındadır. Deməli, qəlbin zeyği onun haqdan azması, hidayətdən batilə yönəlməsi deməkdir. Yəni, qəlb düz yoldan bir qədər əyildikdə bu əyilmə artaraq azğınlığa aparır. La ilahe illallah. Qəlbin xüsusiyyətlərindən biri də qəlbin dönməsi, yəni iman və hidayət duyğusunun itməsidir. La ilahe illallah. Ona görə insan daim dua etməlidir ki, Allah onun qəlbini azan qəlblərdən etməsin günahlara görə. Bəzi qəlblər var ki, sərt daş kimidir. Allah ayəsini oxuyur, amma qəlbə daxil olmur. Bax, nə deyil Quran-ı Kərimdə? Sən ölüləri eşitdirə bilməzsən. Nəml surəsi 80-ci ayə. Baxın, ölüləri eşitdirə bilməzsən. Ölülər eşitmir bizi və eşitdirə bilmərik. Necə olur bəzə qeyd, ya övliyə kömək ol, ya Hüseyin kömək ol, ya imam kömək ol. Axı onlar bizi eşitmirlər. Onlar Allah dərgahındadılar. Baxın, altına buyurur. Ölü olanı birini dirittik, ona insanlar arasında gəzəcəyi bir nur verdik. Yəni insana deyir, bir nur verdik deyir. Sanki bir ölüydü qəlbi. O qaranlıqlarda qalan kimlərlə eynidirmi? La ilahe illallah. Sən qəbirlərdə olanları eşitirə bilməzsən. Fatir surəsi 22-ci ayə. Bu ayələrdə Allah Teala ölü kimi, kafirlər ölü kimi təsvir edilir. Yəni, onların qəlbləri haqqı dərk etmə və qəbul etmə qabiliyyəti itirmişdir. Qəlbin həyatı haqqı tanımaq, qəbul etmək, onu sevmək və başqalarına üstün tutmaq deməkdir. Əgər qəlb ölərsə, artıq onda haqla batili ayrı etmək hissi, haqqı istəmək və batildən nifrət etmə iradəsi qalmır qəlbində. Beləliklə o qəlb cansız bədən kimi olur. Nə işidir, nə duyur, nə də haqqın çağırışına cavab verir. Subhanallah. Allah bax, belə qəlbdən qorusun. İnsan daima Allah'a nə etməlidir? Dua etməlidir. Baxın, bugünkü mövzumuz bu keçənki dərsimizdən qalan mövzum idi. Bugünkü mövzumuz çox önəmlidir. Bununla da bugün hər kəs insan öz qəlbini ölçəcək. Qəlbin tərəzidir bu. Qəlblər deyir, qablar kimidir. Subhanallah. Baxın. Əbu Əl-Xavlani radiyallahu anh rivayət edir ki, Peyğəmbərimizdən. Həqiqətən Allahın yer üzündə qabları vardır. Rəbbinizin qabları isə onun salih bəndələrinin qəlbləridir. Bu qəlblərin Allah qatında ən sevimlisi, ən yumşaq və ən mərhəmətli olanıdır. Səhih hədisdə buyurur Peyğəmbərimiz s.ə.v. Qəlb Allahın bir qabıdır deyir. Qab kimi düşün. Yemək yiyən bir qab kimi düşün. Və ya yemək bişirən bir qazan kimi düşün. Yəni bu hədisin mənası çox dərin və zərifdir. Bu həmçin ölçüdür. Sənin qəlbin hansıdır? Allahın sevdiyi qəlb mərhəmətli, yumşaq və şəfqətli qəlbdir. Belə bir qəlb insanlara qarşı rəhmlə dolu. Rəbbinə qarşı təvazükar, zikirlə yaşayan bir qəlbdir. Yəni Allahın nazil etdiyi nur, onun mərhəmətinin və hidayətinin aynası təmiz, yumşaq və salih qəlblərdə əks olunur.
Bakın Peygamberimiz sallallahu aleyhi ve sellem insanların qəlblərini qablara en iyi adlandır. Qablara müqayisədir. Her bir qabın içinde ne varsa ondan sızar daşar. Eləcə her bir insanın qəlbi içinde daşıdığı xeyir veya şerle doludur. Qabı doldurursan yemeğiyle çok doldu daşır. Qabın içərisinə təmiz şey də qoysan odur, pis şey də qoysan odur. Bəzi qəlblər də bax buna bənzəyir. Ya qəlb xeyirlə dolub daşır, ya da o qəlbin içində ancaq şər var. La ilahe illallah. Ona göre ne deyir? Her bir qab içindekini sızdırar. İçindeki ondan daşar. Yani xeyir dolu qəlb xeyir satacaq, şər dolu qəlb şər yayacaq. İndi sen düşün, senin qəlbin hansılardandır? İndi gəlir. Ebrar, salih insanların qəlbləri xeyir və yaxşılıqla qaynayar. Fasiklər, yani günahkarların qəlbləri isə günah və fasikliklə ancaq günah etmək istəyir. Şər, günah. Deməli, qəlb xarabdır. O qab xarabdır. O qab Allah'ın qabı deyil. Bakın ne deyir? Məlik ibn Dinar rahimehullah. Salih insanların qəlbləri xeyirli əməllərlə qaynayar. Günahkarların qəlbləri isə pis əməllərlə. Onların niyyətlərinə baxın. Çünkü niyyət qəlbin aynasıdır. Qəlbinizi koruyun ki Allah sizə mərhəmət etsin. Baxın. Niyyətin nədir sənin? Qəlbində xeyir, yoxsa ancaq şər, ancaq günah isteği, zina, şəhvət. Subhanallah. Bakın, həqiqətən qəlb insanın daxili aləminin aynasıdır. Orada ne varsa əməldə də o görünür. Buna göre de mümin qəlbini saf, yumuşaq və zikirlə daim diri saxlamalıdır. Bakın ne diyor Abdullah ibn Mübarək? Həqiqətən Allah'ın yeryüzünde qabları vardır. Bu qablar arasında yalnız 3 sifete sahip olanlar onun katında değerlidir. İtaatdə möhkəm olan, zikirdə yumuşaq olan, daimi zikr edən və günahdan təmiz, saf olan qəlblər. Qəlb elə bir ki, düşün. Yəni, sabit olan Allah'ın itaatində möhkəm və əzimli. Bir gün qılın namazı sonra tərk edin deyil. İbadətləri əzimlidir, davamlı olur. Yumuşaq olan Allah'ı xatırladıqda titrəyən və rəhim dolu. Təmiz olan günahın və təkəbbürün kirindən uzaq olan qəlblər. Subhanallah. Ona göre Peygamberimizin o kəlamda deyildiği kimi Allah'ın sevimli qabları onun bəndələrinin qəlbləridir. Onların Allah katında en sevimlisi, en yumuşaq ve en şəfqətli olanıdır. Çünkü qəlb yumuşaldıqda ve saflaşdıqda o ayna kimi olur. Nur ve hakkı olduğu kimi əks etdirir. Böyle bir qab xeyri qəbul edir. Onu koruyar ve onunla dirilər. Amma təmizlənməmiş, qatı və qaranlıq qəlblər haqqı nə görər, nə də qəbul edər. Onlar üçün nur gəlsə də keçib getməz. Çünki kirli qəlb nura pəncərə ola bilməz. Bəzi qəlblər ancaq kir, paxıllıq, həsəd, kin, nifrət, lənət. Subhanallah. Ona göre bakın, dilin hərəkəti qəlbdə olanın aynasıdır. Bak, diqqət edin. Qəlbdə nə varsa dil onu üzəri çıxarır. Bir insanın qəlbinin paklığını bilmək istəyirsənsə, onun danışığına bax. La ilahe illallah. Bax, nə deyir Quran-ı Kərimdə? Sən onların danışıq tərzindən, sözlərinin tonundan tanıyacaqsan, deyir Məhəmməd surəsi 30-cu ayə, münafiqlər, kafirlər. Ona göre həmçinin insanın qəlbi insanın üzünə vurur. Bir insanın qəlbində həmişə kin, həsəd, insanlara pislik varsa, onun üzünə vur. Üzü qararlı insanın. La ilahe illallah. Yani insanın qəlbində gizlenen niyet ve duygular ister xeyir, ister şer mütləq bir gün dilindən sızacaq. Sözlərində özünü göstərəcək. Subhanallah. Bakın ne deyir? Diller qəlblərin çömçələridir. Qəlbdə olan dil çıxarır. İnsan yaxşı danışırsa daim qəlbində xeyir var. Ancaq pis düşünmə, kin, nifrət, qeybət. Qəlbi xərabdır. Diller qəlblərin çömçələridir. İçindəkini çıxardır, qazandan yemək tökdüyün kimi. Ona görə diqqət elə, sənin qəlbin hansındandır. Baxın, nədir Yahya ibn Muaz rahimehullah, salihlərdən birisi. Qəlblər
sinələrin içində qazanlar kimidir. İçindəkilərlə qaynayarlar. Onların çömçələri isə dillərdir. Ona görə də bir insanın dilinə bax. O danışdıqda sənin üçün qəlbinin dadını göstərər. Bəzisinin dili bal kimidir, bəzisinin acı, bəzisinin isə duzlu və sərtdir. Dilin seçimi qəlbin dadını bildirər. La ilahe illallah. Beləcə dil qəlbin həmçinin tərcüməcisidir. Qəlbi pak olanın sözü yumşaq, ədəbli və xeyirli olar. Qəlbi bulanıq olanın dili isə sərt, tikanlı və incitici olar. Ona görə də qəlbini düzət ki, dilin də düz danışsın. Baxın, nədir İbn Qeym Əd-Də və Dəva kitabında? Necə ki, sən dilinlə qazanlardakı yeməyin dadını yoxlayaraq onun mahiyyətini anlayırsan, eləcə də insanın dilindən qəlbinin halını daddığın kimi, dil onun qəlbində nə varsa onu üzə çıxarır. Qazanı dilinlə, insanın isə sözləri ilə tanıyırsan. Yəni yeməyi nə ilə? Dadla. Həmçinin dillər deyir, o da deyir. La ilahe illallah. Həqiqətən insan var, sifətindən bilinir ki, qəlbində problem var. Daimi qaşqabaqlı, problem, pis düşünmə, ümidsizlik və s. Baxın, qəlbin yumşaqlığı və incəliyi onun sağlamlığının və saflığının gizli, lakin dərin bir əlamətidir. Bu hal gözlə görülməz. Onu yalnız sinələrin sirrini bilən Allah bilər. La ilahe illallah. Lakin qəlbin sağlamlığının bəzi açıq əlamətləri var. Xeyrə meyil. Düşün, sənin qəlbin xeyrə meyillidir. Gecə namazı, zikir, dua, insanlar əl tutma, mərhəmət, zikirdə həssaslıq, daimi zikr eləmək istəyir. Günahdan nifrət, yəni günahdan uzaq durur. Amma bunlara baxaraq insan nə özünü, nə də başqasını təqva sahibi kimi tərifləməməlidir. Əgər qəlbin təmizsə, bu gizli bir neymətdir Allahın sənin aranda, bunu tərifləmə özünü yəni. Çünki Allah buyurur, özünüzü təmizə çıxarmayın. Kimin həqiqətən müttəqi olduğunu Allah daha yaxşı bilir. Nəcm surəsi 32-ci ayə. Baxın. Ona görə bunlar qəlbin sağlamlığının nişanələri, şahidləri və dəlilləridir. Əgər bu əlamətlər bir insanda görünsə, gərək o Allah həmd etsin, bu halını qorumaq üçün nəfsi ilə mübarizə aparsın və Rəbbindən sabitlik diləsin. Əgər sənin bu deyilənlər gözəllik qəlbində varsa, bu Allahın bir neymətidir. Dua elə, Allah daimi eləsin. Baxın, nədir İbn Qeym Cəvziyyə İğazətul Ləhfən əsərində qəlbin sağlamlığını göstərən 6 açıq əlamət. Görəyəsən, bu əlamətlər bizdə varmı? Bax, bu əlamətlərlə bugün qəlbini yoxla. Yox, burada qüsur varsa, deməli düzəltmək lazımdır. Gec deyil. Çünki Allah dərgahına nicat tapanlar kimlərdir? Sağlam qəlblə gedənlər. Birinci əlamət, Allah'a çox zikr etmək, daim onu yad etmək, zikirdən bezməmək, yorulmamaq, qəlbi onunla diri saxlamaq. Yəni zikr edir, səhər, axşam, subhanallah, elhamdülillah, əstəğfurullah, bezmir. Daim. Deyir, onun qəlbi gözəl qəlbdir. O zikrə qəlb alışıb, Allah qəlbə xeyir verib. Əgər daimi zikr edənlərdənsənsə, sevin. Edə bilmirsənsə, qəlbini islah eləməyə çalış. Allah təala buyurur, o kəslər ki, Allah'a ayaq üstə oturarkən və ya uzanarkən zikr edərlər. Əl İmran 191. Ey iman gətirənlər, Allah'a çox zikr edin. Əhzab 41. Allah'a çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük mükafatla hazırlamışdır. Əhzab 35. La ilahe illallah. Beləliklə, zikr qəlbin diriliyi və şəfasıdır. Qəlbi Allahın zikrindən uzaq düşən insanın qəlbi quruyar. Sanki ruhu susuz qalar. Kim Allah'a çox zikr edərsə, onun qəlbi Allahla sakitlik, rahatlıq tapar. Çünki qəlblər yalnız Allahın zikri ilə rahatlıq tapar. Allah zikr etmək yalnız dillə təkbir, yəni Allah Ekber, Subhanallah demək deyil. Elm öyrənmək zikirdir. Öyrətmək zikirdir. Araşdırmaq zikirdir. Subhanallah. Elm öyrənsən, sərf edirsən, bu özü zikirdir. Çünki Allah'ın buyurduğu kimi məni zikr etmək üçün Taha 14 əmrini, yəni kim Allah'ın əmrlərini öyrənir, onun adlarını və sifətlərini tanıyır, halal və haramı başa düşürsə, o zikr alandadır.
sən elm öyrənirsən, dinləyirsənsə, zikr halındasan. Baxın, nə deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm? Cənnət bağlarından keçdiyin zaman orada oturun. Sahabilər soruşdular, ey Allah Resulü, cənnət bağları nədir? Buyurdu, zikr halqaları, yəni elm məclisi. Burada zikr halqalarından məqsəd elm məclisidir. Yəni orada halal haram izah olunur, Allahın əmirləri, qadağaları öyrənilir, insanlar Rəbbini tanıyırlar, onun adlarını, sifətlərini öyrənirlər. Bax, indi bizim bu canlı yayındakı zikr məclisidir. Beləliklə, elm öyrənmək və öyrətmək Allahın zikrinin ən fəzilətli formasıdır. Çünki bu insanı həm Allaha yaxınlaşdırır, həm də başqalarına haqqı və hidayəti çatdırma vasitəsidir. Sən elmi öyrənməsən, necə öyrədəcəksən başqalarına? İkinci əlamət, insanın ibadət payını itirdiyi zaman qəlbində ağrı və peşmanlıq hiss etməsi. Misal üçün, sualları saxlayın da. Məsələn, bir müminin hər gecə namazını qılmaq, gecə namazdan qılmağa çalışır, qıla bilməyəndə üzülür, peşman, nəyə görə gecə namazı qalxmadım? Qurandan hər gün müəyyən bir hissəsini oxuyur, oxumayanda narahatçılıq çəkir, görürsən, mən niyə bunu bugün oxumadım? Və ya daimi zikr edir, niyə mən bugün zikr etmədim? Yəni, bu ibadətdən yayınanda qəlbində bir ağrı, peşmançılıq hissi var. Əgər bu hiss varsa, onun qəlbi sağlam qəlbdir. Amma bu hiss yoxdursa onda, deməli, qəlbində problem var, önəm vermir. Subhanallah. Baxın, nə deyir? İbn-i Qeym rahiməhullah. Kim Allahla olan payını itirdiyinə görə kədərlənirsə, onun qəlbi diridir. Kim bu itkini hiss etmirsə, qəlbi xəstə və ya ölüdür. Yəni, ibadətləri yeni yetirmədi, boş vaxtını keçirdi, önəm vermir, olmadı da, hə. Qəlbdə problem var. Bu əlamət göstərir ki, qəlb Allahın zikrinə bağlıdır. Onunla qidalanır. Onunla rahatlıq tapır. Onunla dirilir. Ona görə mömin ibadət tərk etdikdə sanki ruhi bir şeyi itirmiş kimi hiss edir. Üçüncü əlamət. Qəlbi sağlam olan insanın vaxta qarşı xəsisliyi və onu israf etməməkdəki həssaslığı. Yəni, vaxtını zayi etmir. O insan ki, vaxtını zayi edirsə, qəlbində problem var. La ilahe illallah. Qəlbi sağlam insan vaxtını zayi etməz. Vaxtına qarşı xəsisdir. Yəni, boş yerə vaxtını keçirməz. Belə bir insan zamanın qiymətini dərk edir. Çünki bilir ki, bütün xeyirli işlər və mənəvi qazanc yalnız vaxtı qorumaqla mümkündür. Vaxt itildikdə, boş yerə sərf edildikdə, onunla birlikdə insanın qazancı, ibadəti, elmi və fürsətləri də itir. İtilmiş vaxtı isə bir daha geri qaytarmaq olmaz. Bəzi insanlar gedək, çayxanada oturaq, nərd oynayaq, damina ataq, nə bilən, filan vaxt öldürək. Subhanallah. Gör, qəlblər nə qədər xəstədir ki, vaxt öldürürlər. İnsanlar ki, vaxt tapmırlar ibadətə. Baxın, nədir? Kim vaxtını zayi edərsə, həyatını zayi etmiş olar. Vaxt insanın əsl sərvətidir. Onu itirən, özünü itirər. Baxın, ona görə Peyğəmbərimiz nə buyurur? İki nemət vardır ki, insanların çox onların dəyərini bilməz. Sağlamlıq və boş vaxt. Sağlamsan, dəyərini bilmirsən. Nə qədər insanlar var ki, xəstədir. Və ya boş vaxt, dəyərini bilmirsən. İnsan var, deyir ki, kaş boş vaxtım olardı, müstəhəb namaz qılardım, Quran oxuyardım və ya zikr edərdim. Yoxdur vaxtı, işindən, gücündən. Ona görə vaxtı dəyərləndirmək qəlbin həyatda ayıq və diri olduğunu göstərən əlamətdir. Xüsusilə gənclik dövrü, enerjinin, imkanların və hidayətin birləşdiyi ən qiymətli zamandır. Ona görə nə deyərdilər salihlər? Allahın qəzəbinin nişanələrindən biri insanın vaxtını hədər etməsidir. Əgər insan vaxtını boş hədər edirsə, Allahın qəzəbinə düşər olur. Beləcə, qəlbi diri olan mömin hər anı dəyərləndirər. Zamanını elm, zikir, ibadət və xeyirli işlərlə bəzəyər. Subhanallah. Beləliklə, qəlbin sağlamlığının əlamətlərindən biri də sahibinin vaxtını boş, faydasız işlərdə keçirməyə razı olmamasıdır. Sağlam qəlbli insan zamanının qiymətini nemət kimi qoruyar. Onu nəinki günaha, hətta faydasız, mənasız məşğuliyyətlərə də sərf etməz. O qeybət, dedikodu, istehza, məsxərə, boş söhbətlərdən uzaq durur. Çünki bilir ki, bunlar qəlbi qaraldır, imanı zəiflədir, vaxtını zay edir. Belə insan öz-özünə hesabat verməlidir.
bu anımı, vaxtımı Allahın razılığına yaxınlaşdıracaq bir işlə keçirdimmi, yoxsa onu itirdimmi? Düşün gün ərzində. İbn Qeym buyurur, qəlbi diri olan insan vaxtının bir hissəsini belə itirməyə razı olmaz. O vaxtını Allahla yaşayar. Çünki bilir ki, boş keçən an həyatın itkisi, günahla keçən isə ahirətin zərəridir. Həqiqətən vaxtına sahib olan qəlbinə də sahib olar. Subhanallah. Dördüncü əlamət, insanın qəlbinin qayəsinin bir olmasıdır. Yəni, onun bütün qayğısı və məqsədi Allah üçün. Səhər açılır, dərdi Allah üçündür. Bugün çalışsam da ailəmi dolandıracağım, ibadətlərə vaxt ayıracağım. Yəni, qayəsi Allah üçündür. Belə bir insan dünyəvi qarışıqlıqlardan, dağıdıcı arzuların çoxluğundan qurtulmuşdur. Yəni, onun niyyəti, arzu, həyatı yalnız Allahın razılığını qazanmaqdır. Bəzi insan səhər açılır, ancaq düşüncəsi nədir? Bugün nə qazanacağım, hansı restoranda olacağım, filan yerəcəm. Amma insan var, səhər açılır, düşüncəsi nədir? Görürsən, bugün Rəbbimin razılığını qazanacaq, hansı yaxşı əməllər edəcəm? Qəlbində xeyir niyyətlə səhər oyanır, xeyir niyyətlə evindən çıxır, gedir. Peyğəmbərimiz buyurur, kimin qayəsi axirət olarsa, Allah onun işlərini birləşdirər, cəm edər. Qəlbinə zənginlik qoyar və dünya ona istəmədən də gələcək. Yəni, bu deməkdir ki, axirət düşünən insanın qəlbi parçalanmaz. O ruhi sabitliyə, daxili sükunətə və mənəvi zənginliyə qovuşar. Əksinə, dünyanı qayə edən insanın fikirləri dağınıqdır. Qəlbi narahat olur. Çünki dünya heç kəsə rahatlıq bəxş etməz. Amma Allah üçün yaşayan qəlbi daim rahatlıq tapar. Beləcə, vahid məqsədi nədir? Allahın rizası, sağlam və sabit qəlbin dördüncü nişanəsidir. Beşinci, sağlamlığın nişanələrindən biri insanın sözlərini, əməllərini və niyyətlərini ixlasla düzəltməyə çalışmasıdır. Yəni, bir söz deyəndə, bir yaxşı əməl edəndə, sədəqə verəndə, insanlara əl tutanda, namaz qılanda, Quran oxuyanda, zikr edəndə qayəsi ixlasla ancaq Allah üçündür. Dünya nemətləri üçün deyil. Belə bir insanın bütün işi, sözü və niyyəti yalnız Allah üçündür. O necə görünəcəyin deyil, Allahın yanında necə olacağını düşünür. Onun məqsədi tərif, məqam və ya dünya qazancı deyil. Yalnız Allahın razılığı və onun axirətdə camalına baxmaqdır ümidi. Nə deyir? Baxın, İbn Qeym. Qəlbi sağlamlığın əsas əlaməti onun bütün işlərində ixlası qoruması. İxlas, yəni əməllərini Allah üçün edir. Namazı Allah üçün edir. Sədəqəni Allah üçün verir. Yəni zikri Allah üçün edir. Qəlbində niyyət yoxdur, qoy insanlar görsünlər, bu necə namaz qılır, bu necə çox zikr edəndir, bu necə salih insandır. Yox, bu oldusa, bu əməl Allah üçün olmadı. İnsanlara göstərmək üçün və yaxud da ki, insanlara eşitdirmək üçündür. Beləliklə, sağlam qəlb sahibi hər işində özünə sual verir. Bu əməli mən kimin üçün edirəm? Əgər cavabı Allah üçün deyilsə, o dərhal niyyətini düzəldər. Mən bu dərsi niyə keçdim? Bax, misal üçün. Mən bu dərsi niyə dinlədim? Mən əgər dərsi keçdim, niyyətim Allahın razılığını qazanmaqdırsa, qəlb sağlamdır. Əgər bir dərsi keçirəmsə, insanlar məni tanısınlar, desinlər bu elm əhlidir, ətrafıma adam toplansın, çox insanlar məni sevsin, dinləyicilərim çoxalsın, laiklarım çoxalsın, desinlər ki, elm əhlidir. Getdi, qəlb xəstədir. Bütün danışıqların boşa getdi, savab da qazanmadın, üstəlik Allah'a şərik qoşdun. Balaca şirkdir. Balaca şirkdir. Riyakarlıq. Subhanallah. Bir insanlarla, hər kəs öz həyatına ölçsün. Bu işi mən nə üçün edirəm? Allah üçünmü? La ilahe illallah. Əgər cavabı Allah üçün deyilsə, o dərhəl niyyətini düzəldər. Çünki o bilir, Allah yalnız ixlasla edilən əməllər Allah'a qalxar. Riya və mənfəət üçün mənfəət qarışan əməl batdı. Mən bu elmi niyə öyrənirəm? Niyyətim insanlara öyrətmək. Niyyətim Allahın razılığını qazanmaq. Niyyətim imanımı artması, cənnəti qazanmaq üçündürsə, nə xoş. Yox, mən bu elmi öyrənirəmsə, özümü alim göstərim. Barmaqla göstərsən filan kəs elmlidir.
Filan kəsin elmi var. Getdi. Sən demək Allah üçün öyrənmədin. La ilahe illallah. İxlas çox önəmlidir. İxlas bir insan üçün ən çətinci. İnsanların çoxu özünün nəfsini qoruya bilmir. Şeytan insanlar hardan yaxınlaşır ixlasla. Yəni əməllər batıl olsun. La ilahe illallah. Ona görə daim insan nə edir? Qəlbini düzəldər. Qəlbini qoruyar. Qəlbinə vəsvəsə gələndə ki, gör insanlar deyirlər ki, sən necə yaxşı insansan, gecə namazına qalxırsan və s. müstəhab oruca tutursan. Yəni, lənət olsun şeytana. Yəni, yox, mən bu əməli Allah üçün edirəm. İnsanlara eşitdirmək, göstərmək üçün deyil. 6-cı əlamət. Qəlbin sağlamlığının ən açıq nişanələrindən biri namazı uca tutmaq. Onun dəyərini bilmək və ona qəlb ilə yönəlməkdir. Düşün, namaza qarşı laqeyidsənsə, qəlbinin islahlığında problem var. Namazı necə önəm verirsən? Namazı uca tutmaq, yəni dəyərini bilmək. Qəlbən namaza yönəlmək. Sağlam qəlbli insan namazı sadəcə bir vəzifə kimi deyil, ruhun sükunət tapdığı bir görüş, bir rahatlıq, bir şəfa mənbəyi kimi görür. Bəzən namaz qılır ki, üzərində çiynində yükdür. Tez qılım da üzərindən vacibiyyət qalxsın. Belə deyil. Namaz qəbuldur, amma qəlbində problem var. Namaz təkcə bunun üçün deyil. Namaz nədir? Allaha bağlılıq. O namaz vaxtını səbirsizliklə gözləyir. Baxın, əzan səsini eşitdiyi anda qəlbi sevinər. Çünki bu onun Rəbbi ilə görüş anıdır. Namaza qarşı beləsinsə xoş halı var. Yoxsa yenə namaz vaxtı gəldi, ayda namaz necə qılacam? Yox. Namaz vaxtı gəldi, sevməlisən. Əlhamdülillah. Namaz vaxtı gəldi. Rəbbimlə görüş vaxtıdır. Görəsən bizim qəlbimizdə belədirmi? Baxın, nə deyərdi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Ey Bilal, bizi namazla rahatlaşdır. Həsən el-Basri Fudeyl ibn İyad deyir ki, gündüz açılanda darıxıram, insanlarla əlaqədə olacam. Həsrətlə gecə düşməsini gözləyir. Niyə? Gecə düşəndə günəş bas sevinir. Deyir, Rəbbimlə deyir, xəlvətdə tək başına qalacam. Gecə namaz o qədər sevib ki, gecəni gözləyir. Gecə qalxsın, uzun dua eləsin. La ilahe illallah. Subhanallah. Sənin də qəlbində bu varmı? Gecə namaza qarşı sevgi, oruca qarşı sevgi, zikrə qarşı sevgi. La ilahe illallah. Zikr edirsən, qəlbində rahatlıq var. Yenə edirsən, dilin dayanmır. Ona görə belə bir mömin namaza daxil olanda dünyəvi düşüncələrdən uzaqlaşar. Qəlbi yalnız Allahın hüzurunda olar. Onun namazı itaətin sevinci, zikrin ləzzəti, qəlbin sükunəti halına çevirilər. Amma bir fərq var. Biri namazda rahatlıq, sevinç, hüzur tapır. Diğer isə səbir və narahatlıq içində qurtarmaq arzusu ilə qılır. Fərq. Hələ bu fərq varsa gör insan nədir? Bəs namaz qılmayanların qəlbi nədir? Sağlam qəlb sahibi üçün namaz bir yük deyil, bir istirahətdir. Çünki namazda dünyadan ayrılıb Rəbbinə qovuşur. Və orada sanki qəlbi deyir, Rəbbim sənin huzurundayam. Burada rahatlıq tapıram. Ona görə də qəlbi diri və sağlam olan insan üçün namazdan çıxmaq çətin gəlir. Namaz bitdikdə sanki bir ləzzətdən, bir rahatlıqdan, bir sevinç mənbəyindən ayrılmış kimi hiss edir. Qəlbi ağrıyır çünki Allahla olan görüşdən ayrılır. Amma bəziləri ki, namazı tez qılar da yükü boynumuzdan ataq. Yəni, namazı qəbuldur, amma o hələ də həzz ala bilməyib. Belə bir bəndə namazda qəlbini tapır, orada sükunət, nur və sevinç hiss edir. Namaz üçün onun üçün həyatın dinc limanıdır. O hər rüküdə, hər səcdə Allaha yaxınlıqdan ləzzət alır və kaş ki bu hal bir az da uzun sürsə deyə arzulayır. Amma digəri qəlbi zəif, diqqəti dağınıq olan insan namazı bir yük kimi görür. O namaz bitən kimi sevinir. Çünki sanki ağır bir məsuliyyətdən qurtulmuşdur. Biri üçün namaz ruhun istirahəti, digəri üçün isə bədənin yorğunluğudur. Beləcə birincisi namazdan ayrılmaqla kədərlənir, ikincisi isə ondan qurtulmağa sevinir. Və bu fərq qəriblərin halının fərqidir. Beləcə namaz müminin hər gün özünün ölçdüyü bir tərəzidir. Namaz vaxtı çatdıqda insan öz qəlbinin halını dərhal anlayar. Qəlbi sevinclə mi çağrılır, yoxsa laqeydliklə?
Baxın, nə deyir İbn Qeym Rahimehullah bu arada? Gözün aydın olması sadəcə sevdiyin şeyə sahib olmaq deyil. Əksinə, gözün həqiqi rahatlığı Allahla görüşüb və onunla yaxınlıqda gizlidir. Buna görə namaz bu dünyada Allahı sevənlərin gözünün nurudur. Çünki o namazda Rəbbinə münacat edir, yalvarır, onunla danışır, onun zikrində və itayətində ruhu ləzzət tapır. Qəlblər yalnız onunla sakitləşir, ruhlar yalnız onun huzurunda aramlıq tapar. Xüsusilə səcdə halı. Allahla bəndə arasında olan ən yaxın andır. İnsanın qəlbi Rəbbinə ən çox o zaman yaxınlaşır. Bəzi səcdədə tez qalxır. Biz səcdədə zikirləri elə, çoxlu dua elə, tələsmə. Peyğəmbərimiz, ey Bilal, bizi namazla rahatlaşdır demişdi. Yəni, qalx əzan ver. Bu sözlər o göstərdi ki, onun rahatlığı və sevinci namazın özündə idi Resulullah s.a.v. Peyğəmbərin rahatlığı namazda idi. Amma bəziləri deyirlər, gəlin namazı qılıb, dincələk namazdan. Bax, bu iki hal arasında fərq. Birincisi sevənlərin, ikincisi isə qafillərin halıdır. Beləliklə, namaz qəlbin vəziyyətini hər gün göstərən güzgüdür. Kim Allah'ı sevərsə, namazda rahatlıq tapar. Kim dünyaya bağlıdırsa, namaz onun üçün bir yük olar. Beləliklə, namazda qəlbi diri olan mömin üçün rahatlıq, sevinç və gözün nuru vardır. Lakin qafil və Allahdan uzaq olan insan bu ləzzətdən pay ala bilməz. Bəs namaz qılmayan gör nədən məhrum olur. Onun üçün namaz çətin və ağır bir yükdür. O namaza qalxdıqda sanki od üzərində dayanırmış kimi tələsir. Bir an əvvəl qurtarsın. Beləsi üçün ən sevimli namaz ən qısa namazdır. Çünki nə gözün nuru tapır, nə də qəlbi rahatlıq hiss edir. Halbuki bəndə bir şeyi sevdikdə, onunla rahatlıq tapdıqda, onun üçün ən çətin şey ondan ayrılmaqdır. Amma qəlbi dünyaya bağlı, axirətdən qafil, Allah sevgisinə uzaq olan insan üçün namaz ən ağır, ən sıxıcı bir məşğuliyyətdir. Onun ürəyi boş, niyyəti dünya ilə doludur. Ona görə də namazın uzunluğu onu sıxar, halbuki müminin rahatlığıdır. Baxın, nə deyib İbn Qeym? Bilmək lazımdır ki, namazda gözünün nuru və qəlbin rahatlığı yalnız o namazdadır ki, o 6 halı da birləşdirir. Yəni, tək birinci namazın özündə. O, digər 6 hal nə idi? Qəlbin islahı üçün. Əlamətləri. Namazda bəs necə olmalıdır insan? Bunu çox gözəl izah edir. Bunu da deyir, 6 halı var. Yəni, deyir ki, 6 hal Ramazan ruhun istirahətgahına, qəlbin nur mənbəyinə çevrilən sirləridir. Birinci mənzərə ixlas. Namaz ruha dəyər ixlasla, yəni Allah üçün qılınmazsa tamamları. Namazı insanlara göstərmək üçün deyil. Qulun namaza qalxmasına səbəb onu bu ibadətə çağıran duyğu, dünyavi məqsəd, riyakarlıq, insanların tərifi və ya şəxsi qazanc deyil. Bəs namaz qılır ki, duam qəbul olunsun, dünya üçündür. Namazın məqsədi nə olma? Allah üçün. Bəli, namazda dualar qəbuldur, amma niyyətin olsun Allah üçün. Dünya üçün deyil, ruzu əldə etmək üçün deyil. Allah sevgisi, onun razını qazanmaq, onun rizasını qazanmaq arzusu, onun yaxınlığına can atma və əmrinə itayət. Belə bir məndə namaza qalxarkən deyirsən ki, ey Rəbbim, bu səcdə sənin üçündür. Nə tərif, nə məqam, nə dünya, mənfəət üçün deyil. Yəni qəlbi sanki bunu deyir. O namazın yalnız Rəbbinin camalına baxmaq ümidi ilə, Allahla görüş ümidi ilə, onun əzabından qorxaraq və bağışlanmasına ümid edərək qılar. İbn Qeym buyurur, namazda ixlas qəlbin Allahla olan niyyətidir. Kim namazı Rəbbinin rizası üçün qılmazsa, onun bədəni səcdə etsə də, ruhu səcdə etməz. La ilahe illallah. Beləcə ixlas namazı nurla dolduran, bədəni ibadətə, hərəkətdən qəlb halına qaldıran ikinci mənzərədir. La ilahe illallah. Sonra gəlir ikinci, səmimiyyət və ixlasla yanaşı doğruluq və nəsihət halı. Bu hal bəndə namazda bütün qəlbi ilə Allaha yönəlir. Baxın, ikinci budur. İçindəki bütün diqqətini, düşüncələrini və hissini yalnız Rəbbinə həsr edir. Və düşünür ki, Rəbbi ona nəzər salır. İnsan namaz qılanda Rəbbi ona nəzər salar. Onun üçün bütün cəhd və səyinin məqsədi namazı Allahın qarşısında ən gözəl və kamil şəkildə yerinə yetirməkdir. Həm zahirən, həm də batinən. Namazda zahiri tərəf əməllər, hərəkətlər,
dildə deyilən zikirlərdir. Qiyam, ruku, səcdə. Namazın batini isə xuşu, ixlas, diqqət və qəlbən Allaha bağlı olmaq. Düşün ki, Rəbbin sənə nəzər salır. Bu hisslərlə namaz qılmaq. Bəndə namaza qəlbini Allah üçün boşaldar. Onun qarşısında təvazu ilə dayanıb, bütün varlığı ilə onun hüzuruna yönələr. Bu zaman qəlbi bir an belə Allahdan başqasına çevrilməz. La ilahe illallah. Namazın bu halı onun ruhudur. Əgər bu ruh olmazsa, əməllər bədən kimi quru olar. Bədəni ruhsuz namaz görünüşcə var, amma içində həyat yoxdur. Beləcə səmimi qəlb və Allahla tam yönəlmə, namazı cansız ritüallardan çıxıb dirilik, nur və mənəvi həyata dolu bir ibadətə çevirir. Yəni, namazı qılarkən qəlbən yönəlmək Allah'tır. Üçüncü mənzərə, Peyğəmbərə tabi olmaq, onu örnəyə götürmək halıdır. Yəni, bu haldır ki, bəndə namazında bütün səydində Rasulullahın qılma tərzinə uyğun çalışır. Yox, filan kəs belə dedi, hansı müştəhidi təqlid edirsə, yox, Allah Rasul namazıcı qılıb. Hər müştəhid bir dənə şey əlavə edir. Xeyr. Namazda onun rükû, səcdəsini, qiraətini, xuşusunu və əzəmətini Peyğəmbər necə elib? Çünki nə deyir Peyğəmbərimiz? Məni necə namaz qılarkən görmüşsünüzsə, elə də qılın deyir. Bu mərhələdə mömin diqqətini yalnız bir şeydə olur. Rasulullahın yolunu qorumaq və onun sünnəsinə tam bağlı olmaq, Rasulullahın buyruğuna tam bağlı olmaq. O namazda sonradan insanların əlavə etdiyi artıqlardan, azalmadan, yeni formalardan, davranışdan uzaq durur. Çünki nə Peyğəmbər, nə də sahabiləri etməyiblər belə. Bəziləri namaza nələr əlavə ediblər. Ona görə bu mənzərəyə, bu hala, məqama, sünnəyə itayətin saflığını, ibadətin dürüstlüyünü və Peyğəmbərin izinə sadiqliyini qazandır. Yəni, Rasulullahın sünnəsi, buyruqları ilə gedir. Çünki Peyğəmbərin yolu qurtuluş yoldur. Və kim onun kimi namaz qılarsa və namazın Allah razına aparan yola çevrilmiş olur. Dördüncü, ihsan və müşahidə deyirlər, muraqəbə halıdır. Nə deməkdir bu hal? İnsan Allaha elə ibadət edir ki, sanki onu görür. Amma onu görmür, Allah onu görür. Bu ən uca məqamdır. İslam, iman, ihsan dərəcəsi. Bu onun kamilliyindən və Allahın adları, sifətləri, qüdrəti və elmi haqqı dərin anlayışından doğur. Namaza durub, sanki Rəbbini görürmüş kimi ibadət edir, amma o Rəbbini görmür. Rəbbi onu görür bu hisslərlə. Belə bir bəndə qəlbi ilə görür ki, qəlbində nə var? Allah Teala səmaların üzərində ərşin sahibidir, əmirləri, qadağaları ilə kainatı idarə edir, əmrini endirir, bəndlərin, əməllərini qəbul edir. La ilahe illallah. Yəni gücünü, qüdrətini düşünür. Amma qəlbində o qəlbi ilə Allahı diri, əbədi, eşidən, görən, hikmət sahibi, izzətli, qüdrətli olaraq müşahidə edir. O bilir ki, Rəbbi sevir və bəzi əməllərə qəzəblənir, razı qalır, istədiyini edir, istədiyi kimi hökm verir. O, 7 səma üzərində, ərşin üzərindədir. Amma bəndlərin heç bir əməli, sözü və ya niyyəti ondan gizli qalmaz. Allah gözlərdə olan xəyanətini qəlblərdə gizlənənləri belə bilir. Yəni, bu muraqabadır. Yəni, bu hisslərlə Allah qarşısında dayanmaq. Bu, ihsan mərtəbəsidir ki, bütün qəlb əməllərinin əsas köküdür. Çünki bu hal insanda həya. O insanda həya olur Rəbbinə qarşı. Təzim, qorxu, sevgi, təvəkkül, təvazökarlıq doğurur. Qəlb var ki, daşır imanla. Allahla görüş üçün tələsir. Belə bir müşahidə ibadət edən bəndə daxili vəsvəsələrdən qurtular. Qəlbini və düşüncəsini yalnız Allaha yönəldər. La ilahe illallah. Ona görə bu dərəcə ibadətin ruhu, qəlbin canlı şahidi və Allaha yaxınlığın ən uca halıdır. 5-ci mənzərə və ya mərtəbə, minnət, yəni ilahi lütf və müvəffəq. Bu o haldır ki, bəndə namaza dayanarkən qəlbi ilə dərk edir ki, onu ibadət etməsi öz gücündən deyil, yalnız Allahın lütfü və köməyi sayəsindədir. Allah səni müvəffəq edib namaz qılırsan. Bu minnət var Rəbbinə qarşı. Yəni Rəbbimin mənim üzərimdə minnəti var. Mən Rəbbimə borcluyam. Çünki mən bugün namaz qılıramsa, bu Allahın lütfü sayəsindədir.
Allah onu bu hal üçün uyğun görmüş, seçmiş, qaldırmış və ibadətə müvəffəq etmişdir. Bunu düşünməlidir insan. Əgər Allah istəməsəydi, nə bədən qiyama qalxardı namaza, nə də dili zikr edərdi, nə qəlb rahatlıq tapardı. Beləliklə, bəndə ibadətdə özündən bir pay görməz. Yəni, mənim əməllərimə görə, elmə görə. Bütün fəzilər Rəbbimindir, deyə. Yəni, mənim bacarıma görə deyil, təqvama görə deyil. Sadəcə uca Allahın müvəffəqiyyətidir ki, 8 milyard insan içərisindən səni seçib namaza yönəldir. Allah təala buyurur, onlar İslamı qəbul etməklə sənə minnət qoyurlar. De, mənə İslamınızı minnət saymayın. Əksinə, Allah sizə minnət qoyur ki, sizi imana yönəltdi. Əgər siz doğrudan da sadiqsinizsə, Hucurat surəsi 17-ci ayə. Yəni, bu halda bəndə dərk edir ki, onu müsəlman edən də, namaz qılan edən də Allahdır. Ona görə İbrahim əleyhissalam bu anlayışı dua ilə ifadə etmişdi. Ey Rəbbim, məni və nəslindən olanları namazı daim qılanlardan eylə demişdi. La ilahe illallah. İbrahim surəsi 40-cı ayə. Yəni, Allah istəməsə olmayacaq. Yəni, ibadətdə müvəffəq olmaq Allahın ən böyük nemətlərindən biridir. Ona görə də bəndə hər səcdəsində qəlbində belə deməlidir. Ey Rəbbim, sən dilədin, mən dayandım. Sən çağırdın, mən cavab verdim. Sənin minnətin olmasaydı, mən bu saadəti tapmazdım. La ilahe illallah. 6-cı, qüsurunu və acizliyini dərk etmə. Yəni, bu hal odur ki, bəndə namazda nə qədər çalışsa, nə qədər səylə ibadət etsə də, qəlbində həmişə özünü Allah qarşısında naqis, aciz, yetərsiz görür. O anlayır ki, Rəbbinin haqqı çox böyükdür. Onun əzəməti sonsuzdur. İnsan nə qədər ibadət etsə də, Allahın layiq olduğu səviyyədə ibadət etməsi mümkün deyil. Çünki onun böyüklüyü, cəlalı, kamalına uyğun qulluq etmək heç bir bəndənin gücü çatan bir hal deyil. Subhanallah. Ona görə də belə bir bəndə ibadətdən sonra qəlbində deyir, ey Rəbbim, mən sənin qarşında nə qədirdimsə, nə etdimsə azdır. Sənin haqqını ödəyə bilmədim, sənin nemətlərinə layiq şükr edə bilmədim. Mənim ibadətim sənin kəramətinə nisbətdə bir damladır. Yəni, sənin verilənin önündə bir damladır. Qəlbində bunu hiss etməlidir. Yəni, bu, özünü təqsirlik mənzərəsi bəndənin təkəbbürlükdən qoruyar. Riyakarlıqdan uzaqlaşdırar və səmimi, təvazu və tövbə halına gətirər. Subhanallah. Baxın, nədir İbn Qeym? Allahın əzəməti qarşısında qulluq edən bəndənin ibadəti nə qədər çox olsa da yenə də azdır. Ona görə mömin ibadətin sonunda özünü qənaətkar yox, aciz və möhtac görər. Beləcə bu, ibadəti təkəbbürdən qoruyar, qəlbi sındıran və Rəbbin mərhəmətini cəlb edən haldır. Allah təala bizləri bu məqama nail olanlardan eyləsin. Ona görə də həqiqətən də bu çox önəmlidir. Bu dərəcəyə, bu məqama çatmaq, qəlbin islahı, bu özüm üçün, sizin üçün oxudum ki, bunu faydalı olsun. Yəni, bu qəlbi əməllər çox önəmlidir. İnşallah yenə də bunları Allahın izni ilə davam edəcək ki, qəlbimizi Ramazana qədər gəlin qəlbimizi islah eləyək. Ramazana qədər qəlbimizi dolduraq. Ramazana qədər qəlbimizi düzəldək. Allah təala bizləri qəlblərimizi islah etdiyi qullarından eyləsin. Amin.